Salam əziz izləyicilər. Bugün sizə göbələkli kartoflu qarışıq piraşki resepti verəcəm. Bu piraşkini mən hazırlayıram. Evdə çox sevilir. Belə kartoşkanı əvvəlcə qaynadıram suda. Göbələyi də duzsuz, ədviyatsız yağda qovururam. Ondan sonra əziz izləyicilər, kartoşkanı əzib göbələyi qarışdırıram içinə. Sonra hazırladığım xəmirlərin arasına qoyuram. Xəmirləri də bu arada mən əlavə heç nə qatmıram. Duz, su, bir də un, üçündən ibarət, ya yumurta yağı falan qatmıram. Bu sosu da Gəncəlilər yaxşı tanıyar. Çünki Gəncə bölgəsində olanlar mütləqdir ki, bu sosla yeyirlər piraşkini. Çünki Gəncədə məşhurdur piraşkinin yanında tomatla hazırlanmış sos. Mən də hazırladım onu. Mən heç vaxt piraşkini hazır sosla sevmirəm. Gəncə Gəranboylu olaraq belə deyim, Gəncə bölgəsinə olaraq uşaqlığımızda gedib Gəncədə yediyimiz piraşkilərin dadını bilirik.